Daşınan əmlak yüklülüyünün dövlət reyestrində yüklülük haqqında bildiriş üzrə düzəliş bildirişinin qeydiyyata alınması prosesini nəzərdən keçirdək. Bildirişlərim səhifəsinə daxil olaraq aidiyyatı bildiriş üzrə əməliyyat seçilir. Buradan düzəliş etmək düyməsi tıklanılır. Bildirişin qeydiyyatı hissəsində düzəliş bildirişinin kateqoriyası seçilir. Biz yüklülük predmetinin əvəz edilməsini seçdiyimiz üçün yüklülük predmetinin təsviri hissəsində dəyişiklik edə bilərik. Daha sonradan yüklülük predmetinin kateqoriyasında da dəyişiklik edilməsi mümkündür. İrəli düyməsini basmaqla düzəliş bildirişinin qeydiyyata almaq mümkündür. Bildirişin qeydiyyatını tıklamaqla qeydiyyat tamamlanır. Daha sonra icra gözləyənlər səhifəsində əməliyyatı seçim hissəsindən kredit kartından ödə və depozit hesabından ödəni tıklayaraq bildirişin qeydiyyatını tamamlaya bilər, sil və dəyişə tıklayaraq bildiriş üzərində dəyişikliyi həyata keçirdə bilərik. Depozit hesabından ödənişi edərək düzəliş bildirişinin qeydiyyata alınması prosesini tamamlayırıq. Qeydiyyata alınmış düzəliş bildirişini bildirişlərin bölməsindən tapmaq mümkündür. Axtarış bölməsinə daxil olduqda müvafiq bildiriş nömrəsini daxil etməklə düzəliş bildirişinə baxış keçirmək mümkündür. Göründüyü kimi predmetin təsvirində dəyişiklik həyata keçmişdir.